Bugün mövzumuz evlə bağlı olacaq. Ev sözü ilə bağlı daha doğrusu. Ev, dom deməkdir. Evdə, doma. Evdən, iz doma. Evə, домой. Evə istiqaməti bildirirsənsə, yəni məsələn evə yaxınlaşıram. Bu zaman k domu deyəcəksən. Gəlin bir-iki cümlə quraq. Я дома. Mən evdəyəm. Mən evdən çıxıram. Я выхожу из дома. Mən evə gedirəm. Я иду домой. Mən evə yaxınlaşıram. Я подхожу к дому. Əzizlərim, bu mövzu ilə bağlı daha çox cümlələr mənim danışıq kitabımdadır. Səhifə 15-də. Yəni 15-dən başlayır 5-6 səhifə sırf evlə bağlıdır. Təsəvvür edin. Yəni evlə bağlı məsəl üçün evdar xanımlar üçün bu çox maraqlı olacaq və lazımı olacaq. Ev işləri ilə bağlı evdə gördüyünüz işi rus dilində necə deyə bilərsiniz? Onların hamısı mənim danışıq kitabımdadır. Əldə necə edə bilərsiniz? Aşağıda qeyd eləmişəm nömrə, ora yazırsınız. Dünyanın harasında yerləşirsiniz, yerləşin. Hər yerdən o kitabı PDF elektron variantda əldə edə bilərsiniz. Sadəcə WhatsApp nömrəsini yazmaq kifayət edir və gözəl nəticənizi görmək istəyirsinizsə, sadəcə hər gün mütəmadi olaraq 20-30 dəqiqə vaxt ayırın, 15-20 dəqiqə cümlə öyrənin və özünüz artıq bir neçə aya görəcəksiniz ki, müəllimsiz kursa getmədən sadəcə o kitabın sayəsində siz artıq B2 səviyyəsində rus dilində rahat danışa bilərsiniz. Qaranti 100%. WhatsApp-a yazın, bəs edir.